Hər bürcün özünə məxsus güclü və zəif tərəfləri var. Bəzi bürclər liderlik qabiliyyətinə, digərləri isə emosional zəifliyə malik ola bilər. Gəlin hər bürcün ən güclü və ən zəif tərəflərinə nəzər salaq. Qoç 20 mart 19 aprel. Güclü tərəfləri: cəsarətli, enerjili, lider ruhlu, riskə getməyi bacaran. Zəif tərəfləri: həddindən artıq impulsiv, səbirsiz, tələsik qərarlar verən. Buğa. Güclü tərəfləri: səbirli, sabit qədəm, etibarlı, sədaqətli. Zəif tərəfləri: dəyişikliklərə çətin uyğunlaşan, inadkar, materialist. Əkizlər. Güclü tərəfləri: zəka dolu, çevik düşünən, ünsiyyətcil, maraqlı. Zəif tərəfləri: tez fikir dəyişən, səthi düşünən, qeyri-sabit. Hərçəng 21 iyun 2022 yıl. Güclü tərəfləri mehriban, ailəcanlı, intuitiv, qayğıkeş. Zəif tərəfləri həssas, emosional olaraq dəyişkən, kövrək. Şir 3 iyul. Güclü tərəfləri: özünə inamlı, lider, səxavətli, enerjili. Zəif tərəfləri: təkəbbürlü, egoist, diqqət mərkəzində olmaq istəyən. Qız 3 avqust güclü tərəfləri: dəqiq, ağıllı, məsuliyyətli, təmkinli. Zəif tərəfləri: həddindən artıq tənqidçi, detallara həddən artıq fikir verən. Tərəzi, sentyabr, güclü tərəfləri: harmoniya sevər, diplomatik, estetikaya önəm verən, sosial. Zəif tərəfləri: qərarsız, bəzən çox ümidverici, başqalarına həddən artıq güzəştə gedən. Əqrəb 20 oktyabr, 21 noyabr. Güclü tərəfləri: güclü iradəli, sadiq, intuisiyası güclü, sirli. Zəif tərəfləri: qisasçı, həddən artıq qısqanc, manipulyativ. Oxatan noyabr 24 dekabr. Macərapərəst, müstəqil, optimist, azad fikirli. Düşünmədən danışan, səbirsiz, məsuliyyətsiz. Oğlaq 20 dekabr 19 yanvar. Güclü tərəfləri: qətiyyətli, çalışqan, məqsədyönlü, məsuliyyətli. Zəif tərəfləri: həddən artıq ciddi, emosional cəhətdən qapalı, ambisiyalarına çox bağlanan. Dolça 20 yanvar 10 fevral. Zəka dolu, orijinal, yenilikçi, humanist. Zəif tərəfləri: emosional, uzaq, sabit münasibətlərdə çətinlik çəkən, üsyankar. Balıqlar 19 fevral 20 mart. Güclü tərəfləri: xəyalpərəst, incə ruhlu, yaradıcı, şəfqətli. Zəif tərəfləri: tez təsirlənən, reallıqdan uzaqlaşan, tez inciyən. Sənin bürcünə uyğun xüsusiyyətlər necə doğrudurmu?